Salam əziz şagirdlər, mən sizlərə 2-ci sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Boş yerlərə uyğun ədədləri yaz. Baxaq. Diqqət edirik ki, saatın kiçik əqrəbi, yəni saat göstərən əqrəb 2-nin üzərindədir. Dəqiqə, yəni bir qədər uzun olan əqrəb isə 12-nin üzərindədir. Bu zaman saat olur 2 tamam. Saat 2 tamamdır. Baxaq. Baxırıq ki, saat göstərən əqrəb, kiçik əqrəb 9-un üzərindədir. Dəqiqə göstərən 12-nin üzərindədir. Uzun əqrəb 12-nin üzərində olanda tamam ifadəsi işlədirik. Saat 9 tamamdır. Baxırıq burada. Burada isə, baxın, saat göstərən əqrəb 11 ilə 12-nin arasındadır. Dəqiqə göstərən əqrəb isə 6-nın üzərindədir. 6-nın üzərində olanda yarısı ifadəsi işlədirik. Saat 12-nin yarısıdır. Burada isə baxırıq ki, saat göstərən əqrəb 4 və 5-in arasındadır. Dəqiqə göstərən isə 6-nın üzərindədir. Dedik ki, 6-nın üzərində olanda yarısı ifadəsi işlədirik. 4 və 5-in arasındadır. Baxın, 5-ə doğru gedir. Saat 5-in yarısıdır. Yarısına kimi, yəni 6-ya çatana kimi işləmiş ifadəsi işlədirik. 6-nı keçəndən sonra qalıb ifadəsi işlədirik. İndi növbəti tapşırıqlara baxaq. Saatın əqrəbini çək. Saat 10 tamamdır. Saat 10 tamamdırsa kiçik əqrəb 10-un üzərində olacaq. Böyük əqrəb isə düzgün çəkir. Böyük əqrəb isə 12-nin üzərində olacaq. Saat 1-in yarısıdır. Saat 1-in yarısıdırsa kiçik əqrəb saat göstərən 12 ilə 1-in arasında olacaq. Dəqiqə göstərən isə 6-nın üzərində olacaq. Baxırıq, saat 8-in yarısıdır. 8-in yarısıdırsa saat göstərən olacaq 7 ilə 8-in arasında. Dəqiqə göstərən olacaq 6-nın üzərində. Saat 10-un yarısıdır. Kiçik əqrəb olsun 9 ilə 10 arasında, dəqiqə göstərən əqrəb olsun 6-nın üzərində. Baxaq növbəti tapşırığa. Hazırda saat 8 tamamdır. Saatın əqrəbini çək. Baxaq. Saat 8 tamamdır. 1 saat sonra saat neçə olacaq? 8 tamamdırsa 1 saat sonra olacaq 9 tamam. Bir saat sonra olur 9 tamam. 1 saat əvvəl. İndi saat 8 tamamdırsa, 1 saat əvvəl saat 7 tamam idi. Yarım saat sonra. İndi saat 8 tamamdırsa, yarım saat sonra olacaq 9-un yarısı. Yarım saat əvvəl. İndi saat 8 tamamdırsa, yarım saat əvvəl 8-in yarısı imiş. Davam edək. Boş yerlərə uyğun ədədləri yaz. Baxaq. Saat 7-yə işləyib. Neçə dəqiqə işləyib saat? Baxın. 12-dən 1-in arası 5 dəqiqə. 1-dən 2-nin arası 5 dəqiqə. 5, 10 dəqiqə. 7-yə işləyib 10 dəqiqə. 11-ə neçə dəqiqə işləyib? 12-dən 1-ə kimi 5 dəqiqədir. 11-ə 5 dəqiqə işləyib. Davam edək. 2-yə nə qədər qalıb? Bax, 12 tamam olmasına nə qədər qalıb? 5, 10. 10 dəqiqə qalıb. 2-yə 10 dəqiqə qalıb. Baxırıq. 1-ə dəqiqə qalıb. 1-ə nə qədər qalıb? Baxın, əziz şagirdlər. Bu dəqiqə göstərən əqrəbin 12-nin üzərində olmasına nə qədər var? 1, 2, 3, 4, 5. Belə hesablayaq. 5 dəfə 5-in 25 eləyəcək. Belə hesablayaq. 5, 10, 15, 20, 25. 1-ə qalıb 25 dəqiqə. Davam edək. Saatın dəqiqə əqrəbini çək. Baxaq. 8-ə 15 dəqiqə qalıb. Bir qədər saatlarımızı yaxınlaşdıraq. 8-ə 15 dəqiqə qalıbı necə göstəririk? Dəqiqə əqrəbi burada olsa,
9'un üzerinde 5, 10, 15 dəqiqə qalmış olar. Burada isə 3'ə 20 dəqiqə qalıb. Saat göstərən əqrəbi çəkib. 20 dəqiqə olması üçün biz dəqiqə göstərən əqrəbi 8'in üzərində çəkirik. Baxın, 12'nin üzərində olmasına 5, 10, 15, 20 dəqiqə qalmış olacaq. Burada isə 1'ə 10 dəqiqə qalıb. 1'ə 10 dəqiqə qalmışdırsa, dəqiqə göstərən əqrəbi çəkirik onun üzərində. Çünki dəqiqə göstərən əqrəbin fırlanıb 12'nin üzərinə gəlməsinə 5, 10. Hər aralıq 5 dəqiqədir. 10 dəqiqə qalmış olacaq. 11'ə 25 dəqiqə qalıb. 11'ə 25 dəqiqə qalıb. Çəkirik. Baxın, burada olanda yarısı olur. 7'nin üzərində olanda 25 dəqiqə qalmış olacaq. Davam edək. 5'ə 10 dəqiqə qalıb. 5'ə 10 dəqiqə qalıbsa, 10 dəqiqə qalanda onun üzərində çəkirik dəqiqə göstərən əqrəbi. 4'ə 5 dəqiqə işləyib. 4'ə 5 dəqiqə işləyibsə, dəqiqə göstərən əqrəbi çəkirik 1'in üzərində. 12'dən 1'in arası 5 dəqiqədir. 6'ya 5 dəqiqə qalıb. Ay, üzürü sayın əziz şagirdlər. Burada əslində işləyib yazılıb. Mən diqqətsiz yerəmişəm. Burada deyir 5'ə 10 dəqiqə işləyib. 5'ə 10 dəqiqə işləmiş. Baxın, burada olacaq. Baxın, görün, başqa nələr səhv yazmışam. Eyni qaydada burada da üzürü sayın. Mən qalıb oxumuşam işləyibi. Burada deyir 8'ə 15 dəqiqə işləyib. 8'ə 15 dəqiqə işləmiş. 5, 10, 15. 3'ün üstündə olanda 15 dəqiqə işləmiş olacaq. Burada da deyir ki, 3'ə 20 dəqiqə işləyib. 3'ə 20 dəqiqə işləmiş. Dəqiqə göstərənə görə 4'ün üzərində olacaq. Üzürü sayın. Diqqətsizlik etmişəm. 6'ya 5 dəqiqə qalıb. 6'ya 5 dəqiqə qalmış olacaq. Dəqiqə göstərənə görə 11'in üzərində. 2'yə 15 dəqiqə qalıb. Dəqiqə göstərən əqrəb olacaq 9'un üzərində. Hesablaya bilərsiniz. Baxın, dəqiqə göstərən əqrəb 10'un üzərinə gəlincə 5 dəqiqə keçir. 11'in üzərinə gələndə 10 dəqiqə. 12'nin üzərinə gələndə 15 dəqiqə. Davam edək. Saatın əqrəbini çək. 8'ə 10 dəqiqə işləyib. 8'ə 10 dəqiqə işləyibsə, saat göstərən əqrəbi buradan çəkək. Nisbətən 8'ə doğru gedir. 10 dəqiqə işləyib də dəqiqə göstərən əqrəb olacaq 2'nin üzərində. 1'ə 25 dəqiqə işləyib. 1'ə 25 dəqiqə işləyibsə, kiçik əqrəb 12'dən 1'ə doğru gedəcək. 25 dəqiqə işləyibsə, dəqiqə göstərən əqrəb olacaq 5'in üzərində. 3'ə 5 dəqiqə işləyib. 3'ə 5 dəqiqə işləyib. Saat göstərən əqrəb 2'dən 3'ə doğru gedəcək. 5 dəqiqə işləyibsə, dəqiqə göstərirsə 1'in üzərində olacaq. Çünki 12'dən 1'ə qədər 5 dəqiqə keçmiş olur. Ona 20 dəqiqə işləyib. Ona 20 dəqiqə işləyibsə, 9'dan 10'a doğru gedir. Kiçik əqrəb saat göstərən əqrəbi bura çəkirik. 20 dəqiqə işləyibsə, dəqiqə göstərən əqrəbi 4'ün üzərində çəkirik. Baxın, 12'dən 4'ə kimi 5, 10, 15, 20 dəqiqə işləmiş olacaq. Baxaq, 2'yə 25 dəqiqə qalıb. 2'yə 25 dəqiqə qalıbsa, saat göstərən əqrəbi 1'dən 2'yə doğru çəkirik. 25 dəqiqə qalıbsa, çəkirik. Dəqiqə göstərəni 7'nin üzərində. 5, 10, 15, 20, 25. 12'ye doğru gedəndə 25 dəqiqə qalmış olacaq. 12'ye 10 dəqiqə qalıb. 12'ye 10 dəqiqə qalıbsa, saat göstərən əqrəb 12'ye doğru gedəcək. Dəqiqə göstərən əqrəb də onun üzərində olacaq. 4'ə 15 dəqiqə qalıb. 4'ə 15 dəqiqə qalıbsa, saat göstərən əqrəb belə çəkirik. 3'dən 4'ə doğru. 15 dəqiqə qalmış isə, dəqiqə göstərən əqrəb olacaq 9'un üzərində. 7'yə 5 dəqiqə qalıb. 7'yə 5 dəqiqə qalıb. Dəqiqə göstərən əqrəb də olacaq 11'in üzərində. Boş yerlərə uyğun ədədləri yaz. Yazaq. Saat hazırda neçədir? Saat hal-hazırda 3'ə işləyib 5 dəqiqə. Düzdürmü?
Burada isə 3'e işləyib 25 dəqiqə. Saat 3'e 5 dəqiqə işləyib. Burada isə 25 dəqiqə işləyib. Nə qədər vaxt keçdi? Baxaq. 5, 10, 15, 20. Neçə dəqiqə vaxt keçmiş oldu? 20 dəqiqə vaxt keçmiş oldu. Saat 3'e 5 dəqiqə işləyib. 20 dəqiqə sonra 3'e 25 dəqiqə işləmiş olacaq. Davam edək. Baxırıq, hal-hazırda saat 7'yə qalıb 20 dəqiqə. Burada isə 7'yə qalıb 10 dəqiqə. Nə qədər vaxt keçdi? 5, 10. 10 dəqiqə sonra 7'yə 10 dəqiqə qalmış olacaq. Baxırıq, hal-hazırda saat 4'ə qalıb. Hal-hazırda saat 4'ə qalıb 20 dəqiqə. Burada isə 4'ə işləyib 25 dəqiqə. Baxın, burada 4'ə 25 dəqiqə işləyib. Burada 4'ə 20 dəqiqə qalıb. Bizə deyir əvvəl. Gəlin qaydaq geri. 5, 10, 15. 15 dəqiqə əvvəl 25 dəqiqə işləyibmiş. 15 dəqiqə əvvəl. Davam edək. Burada da əvvəl deyir. Hal-hazırda diqqət edirik. Saat neçədir? Saat hal-hazırda baxırıq ki, 11'ə 20 dəqiqə işləyib. Burada isə 10'a qalıb 5 dəqiqə. Baxın, diqqət edin. Burada 11'ə işləyib 20 dəqiqə. Burada isə 10'a qalıb 5 dəqiqə. Bizə deyir ki, burada, yəni neçə dəqiqə əvvəl 10'a 5 dəqiqə qalmışdı. Sanki biz geri qaydaq. 10'a 5 dəqiqə qalmışa doğru geri qaydaq. 5, 10, 15, 20, 25. 25 dəqiqə əvvəl saat 10'a 5 dəqiqə qalıbmış. Davam edək. Saatın əqrəbini çək. Çəkək. Hal-hazırda baxırıq ki, saat neçədir? Saat 2'ye işləyib 20 dəqiqə. Bunu nədən bilirik? Baxın, saat göstərən əqrəb 1'dən 2'ye doğru gəlir. Dəqiqə göstərən əqrəb isə 4'ün üzərindədir. Buradan baxırıq. 5, 10, 15, 20. Saat 2 işləyib 20 dəqiqə. 25 dəqiqə sonra saat neçə olacaq? Baxaq. 5, 10, 15, 20, 25. 25 dəqiqə sonra saat 2'ye qalacaq 15 dəqiqə. 2'ye qalacaq 15 dəqiqə. Davam edək. Saat hal-hazırda neçədir? Saat hal-hazırda 2'ye qalıb 10 dəqiqə. Saat 2'ye qalıb 10 dəqiqə. 20 dəqiqə əvvəl saat neçə idi? Geriyə qaydırıq. 5, 10, 15, 20. 20 dəqiqə əvvəl saat 2'nin yarısı idi. Saat göstərənə görə bura çəkirik. Dəqiqəni isə bura. Davam edək. Hal-hazırda saat neçədir? Yəni əvvəl sonraları yazaq, sonra əvvəlləri yazarıq. Hal-hazırda saat 3 tamamdır. 40 dəqiqə sonra saat neçə olacaq? Baxaq. Hal-hazırda saat 3 tamamdırsa 40 dəqiqə sonra 5, 10, 15, 20, 25, 30, 35, 40. Dəqiqə göstərən əqrəb harda olacaq? 8'in üzərində. Saat göstərən əqrəb bəs harda olacaq? Saat göstərən əqrəb də indi saat 3 tamamdırsa artıq 4'ə doğru gedəcək. Saat 4'ə qalacaq 20 dəqiqə. Saat hal-hazırda neçədir? Saat hal-hazırda
11'e işləyib 15 dəqiqə. 1 saat sonra əqrəb tamamilə dönəcək. Dəqiqə göstərən əqrəb fırlanacaq gələcək. Saat göstərən əqrəbdə 1 saat irəli keçmiş olacaq bura. İndi saat 11'e 15 dəqiqə işləyibsə, 1 saat sonra 12-11 dəqiqə 12-15 dəqiqə işləmiş olacaq. Dəqiqə göstərən 1 saat sonra yine 15'in üzərində olacaq. Saat göstərən isə artıq 12'ye doğru gedəcək. Davam edək. Baxırıq, hal-hazırda saat neçədir? Hal-hazırda saat 4'ün yarısıdır. 30 dəqiqə əvvəl saat neçə idi? Hal-hazırda 4'ün yarısıdırsa 30 dəqiqə əvvəl geri qaydıraq. 5, 10, 15, 20, 25, 30. 30 dəqiqə əvvəl dəqiqə göstərən əqrəb 12'nin üzərindəymiş. Saat göstərən də 30 dəqiqə geri gedəcək. Saat indi 4'ün yarısı imişsə, yarım saat əvvəl saat 3 tamam imiş. Baxırıq, saat indi neçədir? Saat 1'ə qalıb 25 dəqiqə. 2 saat əvvəl, baxın, saat indi 1'ə 25 dəqiqə qalıbsa, 1 saat əvvəl 12'ye 25 dəqiqə qalmış. 2 saat əvvəl 11'e 25 dəqiqə qalıbmış. Olacaq 11'e 25 dəqiqə qalmış. Davam edək. Məsələdə bizə nə deyir? Riyaziyyat dərsi 9'a 10 dəqiqə qalmış başlayır. Bu dərsin müddəti 45 dəqiqədir. Riyaziyyat dərsi saat neçədə qurtarmalıdır? Saatın əqrəbini çəkməklə göstər. Çəkək. Baxın, baxırıq ki, 9'a 10 dəqiqə qalmış başlayıb. 9'a 10 dəqiqə qalmış başlayıbsa riyaziyyat dərsi 45 dəqiqə davam edirsə, dəqiqə göstərən əqrəbi gəlin 45 dəqiqə çəkək irəli. Daha doğru geriyə də, yəni vaxt gedir axı. 5 dəqiqə, 10 dəqiqə, 15, 20, 25, 30, 35, 40, 45. 45 dəqiqə sonra dəqiqə göstərən əqrəb olacaq 7'nin üzərində. Saat indi 9'a 10 dəqiqə qalıbsa, artıq 45 dəqiqə keçəndən sonra nə olacaq? Saat 10'a 25 dəqiqə qalmış olacaq. Davam edək. Şəkildə Bakıdan Balakənə və Astaraya gedən qatarların yola düşdüyü saatlar göstərilib. Astara qatarı Balakən qatarından neçə dəqiqə sonra yola çıxdı? Baxırıq ki, Balakənə gedən qatar saat neçədə yola çıxıb? 5'ə 15 dəqiqə işləmiş yola çıxıb. Astaraya gedən qatar isə 5'ə 10 dəqiqə qalmış yola çıxıbdı. Bizdən soruşur, Astara qatarı Balakən qatarından neçə dəqiqə sonra yola çıxdı? Baxırıq, bu 5'ə 15 dəqiqə işləmiş yola düşüb, bu isə 5'ə 10 dəqiqə qalmış yola düşüb. Baxaq. 5, 10, 15, 20, 25, 30, 35. Neçə dəqiqə sonra yola düşüb? 35 dəqiqə sonra yola çıxıb. 35 dəqiqə yazıq. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.